kimsə özünüzü təqdim edin. Rauf Arifoğlu, Yeni Müsavat Gazetinin baş redaktoru. Siyasi partiyanın üzvüsünüz? Müsavat Partiyasının. Təzyiqin hansı növünə məruz qalmışsınız? Burada mən bir neçəsini saya bilərəm. Bunların hamısını olma bilər, ailədə. Bildiyin deyil. Anonimizm olub? Anonimizm olub. Döyülmə? Yox. Təhqir? Dəfələr. Yəni şantaj da olub. Uyğundur, hədər? Olub. Qonunlara və yaxınlara təzyiq? Olub. Amma həbs yoxdur. Yalnız rəhbərlik etdiyin, onu əlavə edəcək. Qəzetədir. Rəhbərlik etdiyin kivə qarşı, qəzetə qarşı olub? Olub, qəzetə qarşı. Yalnız yox, qəzetə qarşı olub. Yəni, yalnız da ola bilər, amma bütövlükdə yalnız yox. Hamısı. Deməli, həbs. 2 dəfə. 93-cü ildən başlayaraq, iyun ayından başlayaraq, daha doğrusu iyul ayından başlayaraq təzyiqlər müşahidə olunub. O da ən çox senzura ilə bağlıdır. Qəzetin elə zaman olub ki, 2-3 səhifəsi ağ çıxıb. Əvvəllər ona icazə verirdilər, özünüz bilirsiniz. Sonra qoymadılar ağ çıxmağa. Nələrsə... Kimliklə nəsə qaldırmaz? Düz 5 il ərzində senzura ilə işləmişik. Bu senzura deməyin özü bəs edir. Çünki hətta fiziki təzyiqlərdən də daha ciddi təzyiq senzuradır. 98-ci ildən isə 5 avqustdan senzura götürüldü. 1998-ci ilin 5 avqustundan. Noyabr ayında bizi $500.000 cərimə ilə Ramiz Mehdiyev, Südabə Həsənova və Ramiz Mehdiyev, Südabə Həsənova və başqa bir neçə məmur məhkəməyə verdi, ağır məbləğdə cərimələrlə və həmin vaxtı biz məhkəmə cərimələrinə və məhkəmə prosesinə etiraz olaraq 20 qəzet redaktoru ilə bir yerdə noyabr ayının 11-dən noyabr ayının 26-sına kimi aclaqsız keçirdik. 98-99-cu illər ərzində dəfələrlə hədər, qorxu, təzyiq hadisəsi baş verir. 99-un demək əvvəllərində, 1999-cu ilin əvvəllərində qəzetə basqın təşkil olunub. Nehrəmilər adıyla, amma öyrədilmiş şəxslə. 1999-cu ilin yay ayında qəzetimizin əməkdaşı Kamil Tağısoy oğurlanaraq qaçırıldı. İndi bax, Hüseyin Abdullayevin dəstəsi tərəfindən, çünki onu biz təsbit eləmişdik. Başına tapança dilənib və sonra mühacirətə getməyə məcbur oldu. 2000-ci ildə məni həbs ediblər. Yəni, qaçıran bir şəxsin mənə zəng edərək bəyanat oxuması və o bəyanatı mənim qəzetimdə yayınlanmağım elə bir bəhanə verdi ki, məni həbs edəsinlər, amma heç də qəzetə görə yox, mənim evimə vilayət Eyvazov tapança qoydu. Açıq dedi ki, müəllim, bu sənin tapançandır. Bax, beləcə dedi ki, bu sənin tapançandır və o qanunsuz silah saxlamaq, dövlət çevrilişinin cəhdə çağırış və hakimiyyət zorakılıqla devirməyə çağırış məddələri də üst-üstə 15 il demək, özündə iş daşıyan ittihamlarla 45 gün MTN-də qalmışam, yatmışam orada. Və 2001-ci ilin noyabr ayında yenə də, oktyabr ayında, 2001-in oktyabr ayında yapın qruplarında dövlət başçısı, o zamanki dövlət başçısı Heydər Əliyev, Əli İnsanov, Əli Naliyev və başqa YAP funksionerləri 3 qəzetin adını çəkərək Hürriyyət, Azadlıq, Yeni Müsavat bu qəzetlərin məhv olunması üçün mümkün olan hər şeyi etmək lazım gəldiyini verdi və Heydər Əliyev özünün üzr istəyəm, noyabr ayında olub, yapın olublar yenə. Özünün müdür göstərişlərini verdi ki, bu 3 qəzeti məhv eləmək üçün yapçılar bütün addımlara getməlidirlər və həmin vaxt bizi nəşriyyatdan qovdular. 2002-nin dekabr ayında isə Kajeninin məhkəməsi ilə bağlı məsələ gündəmə gəldi. Onun həbsi və onun vəkilinin açıqlamaları. Həmin açıqlamalarda konkret olaraq Heydər və İlham Əliyevlər tam olurdu. Biz də Kajeninin vəkilinin açıqlamasına görə olduğu kimi çap elədik və ona görə də məhkəmələrə yenə düşdük, təzyiqlərə məruz qaldıq.
Yeni Azərbaycan Partiyasına yaxın olan qəzetlər, iqtidarın televiziyaları açıq şəkildə şərəf və ləyaqətimizi hədəfə götürərək təhqirlərə keçdilər. 2003-cü ildə isə demək, onlarla məhkəmə iddiası ilə qarşılaşdım, ən müxtəlif bəhanə ilə. Və 2003-cü il ümumiyyətlə mənim üçün müharibə şəraitində keçdi. Ən nəhayətdə də 2003-cü ilin 27 oktyabrında məni həbs edədilər. 17 ay həbsxanada qaldım. 2 il, 3 ilə yaxındır ki, biz hər gün cərimə ödəyirik. Və bu dəqiqə Yeni Müsavatın bank hesabı bağlıdır və satışına həbs qoyulub. Bu baxımdan ki, nə satırıqsa, onun firmalardan asılı olaraq ya 50%, ya 100%, ya da 25% bizə yönəldilmiş məhkəmə cərimələrinə gedir. Sizdə olan təzyiqlər daha çox kimlər tərəfindən olur? Və burada da yenə mən o şablonlar, suallardır, naməlum şəxslər tərəfindən olur. Yəni ki, olur. Anonim şəxs. Məmur. Məmur, bəli. Polis, məhkəmə, hər ikisi olur. Digər siyasi rəhbərlik tərəfindən. Məsələn, Ramiz Mehdiyev, İlham Əliyev. İlham Əliyev 2003-cü ildə demişdi ki, mən Yeni Müsavat qəzetinin baş redaktoruna nifrət edirəm. Bu da təzyiqin ən bariz nümunəsidir. Məsələn, Əli İnsanov demişdi ki, onun başını kəsir, futbol topu oynamaq lazımdır. hadisələrin şahidləri varmı? Müxbirlər, qonşular, siyasi partiya liderləri. Müşahid həbs olunarkən birincilərdə. Qabil Abbasoğlu, Şehzad Məmmədli, ikincilər həbs olunarkən Steynar Gil. Mümkünsə koordinatları verərdiniz. Rəfiyev, 17 mənzil 19, 220 93 24, 511 62